Bu 8 ay ərzində məni izləyənlər var yəqin ki, yəni ən birinci günlərimdən bu çəkiliş etdiyim vaxtda və bəziləri elə bilir ki, mən elə həmişə beləyəm, yəni mənim üçün rahatdır, sərbəstdir video çəkmək. Yox, mənim də eminə video çəkməyə başladım, maşınlar keçdi, samolyot keçdi, bir dənə qatar da keçsə tam olar. Yəni mənim də həvəsim olmur, bəzən elə olur ki, heç çəkməyə axıt olmur. Ya nasıl olmur və yaxud hər kəsin pis günləri də olur və bu 8 ay ərzində yəni hər şey olub deyim ki, da ölüm itimi olmayıb, amma yəni problemlər falan olub və çəkilişə də xot olmayıb, amma bir şey unutmayın ki, mən də özümə həmişə tez-tez xatırladıram, ya mən bu günlərim əziyyət çəkib özümə çəkiliş etməyə məcbur eləyəcəm və faydasını sabah görəcəm və yaxud bu günlərim mən axotum yoxdur deyib çəkməyəcəm və bunun zərərini, yəni bugün rahat olacağım, amma zərərini sabahlarım çəkəcəm. Ona görə yəni həmişə bunu düşünürəm və bugün yaxşısı əziyyət çəkim, yəni ki sabah zərərini, yəni peşmançılığını çəkim.